Herkese salam. Bugün size evde hazırladığım çok dadlı ve fərqli peçenyanı göstereceğim. İnanın bişən kimi mətbəxin qoxusu hər yanı bürüdü. Peçenyam hem yumuşak oldu hem de üstü xırçıltılı alındı. Hazırlanması da çok rahattır. Ben istifadə ettim 3 yumurta, 1 stəkan şeker tozu, 1 stəkan xama, 1 stəkan əridilmiş kərə yağı, 1 xörək qaşığı qabartma tozu və 4 stəkan un. Mən xəmirin içərisinə doğranmış qoz ləpəsi əlavə etdim. Üzərini isə zövqə görə bəzədim. Ən detallı resepti aşağıda qeyd etmişəm. İnanın çox dadlı oldu. Mütləq yoxlayın. Videomu bəyəndinizsə like etməyi unutmayın. Növbəti reseptdə görüşənədək hələlik.